Dostlar, bu gün sizə gözlənti və xoşbəxtlik arasındakı asılılığı riyazi funksiya olaraq izah edəcəm. Düz mütənasiblik və tərs mütənasiblik funksiyası haqqında danışacağam. Bilirsiniz ki, bilməyənləriniz varsa mütləq öyrənsin. Mənim YouTube-da funksiyalar bölməsinə aid full dərs videom var. Bu y bərabərdir kx funksiyası, düz mütənasiblik funksiyası deyilir buna. Bir də var tərs mütənasiblik funksiyası. Gəlin bunu belə dairəyə alaq, ayıraq daha doğrusu. Bir də var tərs mütənasiblik. Tərs mütənasiblik funksiyası. O y bərabərdir k böl x funksiyasıdır. Kx funksiyası, məsələn, y bərabərdir 2x olar, 3x olar və ya 1x olar. 1 də yazılmaz da burada, düzdürmü? 1 yazılmır. Y bərabərdir x nümunə olaraq. Buna da y bərabərdir 1 böl x yazaq. Düz mütənasiblik funksiyasının qrafiki Descartes koordinat sistemində absis oxu, ordinat oxu. Tən ortadan keçən düz xəttdir, koordinat başlanğıcından keçir. Amma tərs mütənasiblik funksiyasının qrafiki, deməli, indi A müsbətdir də, burada daha sonra K. Hiperboladır və azalan funksiyadır belə. Birinci və üçüncü rüblərdə yerləşir. İndi bizə birinci rübdə olan versiya lazımdır. Gəlin buranı silək. Biz x-in yerinə mənfi ədəd qoymayacaq. Dostlar, deməli, burada da düz xəttli olmalıdır. Biraz əyri çəkdim bunu. Gözlənti və xoşbəxtlik arasındakı əlaqə nədən ibarətdir? Əgər sizin gözləntiləriniz, xüsusən şagirdlərə səslənirəm, tələbələr də olar, fərqi yoxdur. Əslində bütün şəxslərə aiddir, mən daxil. Əgər mənim gözləntilərim yerinə yetirsə, mən xoşbəxt olurum. Özümü yaxşı hiss edirəm. Tutaq ki, mən istəyirəm ki, bu işim alınsın, mən universitetə girmək istəyirəm. Bu bir vahid, x-in yerinə yəni 1 qoyuram. Düzdür? Y nə alır? Y nə aldığını tapmaq üçün belə tapırıq da. Deməli, birdən yuxarı qalxıram. Qrafikə dəydim, dəyəndən sonra gedirəm y-ə. 1-də alıram 1. Düzdür? Universitetə girmək istəyirdim, gözləntimi reallaşdırdım. Mən xoşbəxtəm. Və yaxud da ki, özümə maşın almaq istəyirəm. 2 nömrəli hədəfim budur da, gözləntim odur. Maşın almaq istəyirəm. Gəldim. Qrafikə toxundum. Toxunandan sonra getdim y-ə doğru. 2 hədəfimə çatdım. Mən özümü xoşbəxt hiss edirəm. İndi gələk tərs mütənasib asıllığı. Deməli, mənim gözləntim bu qrafikdə çəkək. Tutaq ki, universitetə daxil olmaqdır, amma 500 plus bal yığmaq istəyirəm. 500 plus bal yığmağa tutaq ki, yenə mən bir vahid olaraq qiymətləndirirəm. Bu 500 bal yığma gözləntimdir. Ola bilər ki, yığmayım da, ola bilər mən 300 bal da yığa bilərəm, 350 də yığa bilərəm və ya istədiyim fakültəyə qəbul ola bilmərəm. Yəni, o gözləntimin reallaşması buradakı bir vahid olsun. Gözləntimin reallaşmaması buradakı mənfi bir vahid olsun. Bilirik də, koordinat sistemində sağdakı ədədlər müsbət ədədlərdir, soldakılar mənfi. Reallaşması ehtimalı müsbət 1-dir, reallaşmaması ehtimalı mənfi 1. Əgər reallaşdısa gözləntim, gəldik yuxarı, qrafikə dəydik, getdik sola doğru. Y oxuna da yəni. Tutaq ki, 1 qoydum, elə 1 aldım, ya 2 aldım, 5 aldım, fərqi yoxdur. Düzdür? Reallaşdı. Gözləntim buydu, gözləntim reallaşdı. Amma mənim özümə real olmayan gözlənti qoymuşamsa və yaxud da ki, imtahanda həyəcanımı, stresimi idarə edə bilməmişəmsə və yaxud da ki, mənim potensialım riyaziyyatdan maksimum 15 yazmaqdır, amma özümü mən fokusluyum, yox, mən 25 yazmalıyam. Valideyn uşağından gözləyir, uşağını yoxlayırsan, görsən ki, yəni bu 10-12 dənə gücdən yazar da, valideyn deyir, yox, 100 yazmalıdır. Yəni uşağının gözləntisi odur. İndi övladı gedir imtahanda 10 dənə yazır, tap düşdü aşağıya, görürsünüz, qrafik gəldi bura, hara getdi? Mənfi 1-ə. Nə oldu? Bədbəxtlik baş verdi. Bədbəxtlik baş verdi. Yəni, nə qədər çox istəyirsənsə, bir o qədər də bədbəxtsən. Biraz kobud səslənir. Bəlkə də bir çoxunuz etiraz edəcəksiniz. Amma burada demək istədiyim əsas məqam odur ki, dostlar, sizin gözləntinizlə xoşbəxtliyiniz düz mütənasib asılıdır. Yəni, doğru gözləntilər. Burada birinci özünüzü tanımalısınız, potensialınızı tanımalısınız və ona uyğun doğru strategiya qurub, ona davamlı şəkildə, disiplinli şəkildə əməl eləməlisiniz. Siz doğru gözlən, potensialını tutaq ki, 500 bal yığmaqdır. Doğru da şəkildə strategiya qurdun, oxudun, planladın, əməl elədin. Gözləntim qarşılandı, xoşbəxtdir. Gözləntin qarşılanmadı, bədbəxt olmasan da, yəni kifayət qədər məsuliyyət, keyfin pozulacaq, nə bilim, depressiyaya falan düşə bilərsən, çox pis ola bilərsən. Bir də var ki, real olmayan, rasional olmayan, itopik gözləntilər. Sənin yığma ehtimalın, tutaq ki, riyaziyyatdan 17-dir. Amma məsəl üçün də 60 baldır. Sən özünü 100-ə fokuslamsan ki, yox, mən 100 yığacam. Valideyn deyir, yox, 100 yığmalıdır, başqa yolu yoxdur. Həndə yığa bilməyir, mümkün deyil axı, 50 balı, 60 balıq şagirdin 100 balı yığması, düzdür. Nə olur? Depressiya düşür, pis olur. Günahı övladında, bütün müəllimlərdə, təhsil sistemində, ölkədə, dünyada başlayır axtarmaq. Birinci özümüzə sual versək, özümüzü tanısaq,
Biz kimik, bizim gücümüz nədir, qüdrətimiz nədir? Hər kəs 100 kilo qaldıra bilməz ki, dostlar. Mən bu yaşımda, bax ki, mən 10 il əvvəl məsəl üçün deyirəm də 50 kilo qaldıra bilirdim. İndi qaldıra bilmirəm. Mənim maksimum gücüm 40 kiloya çatır. Mən 20 il əvvəl uşaq vaxtı 100 dənə jim vura bilirdim bir dəfəyə deyən var. Amma indi eləyə bilmirəm onu. Hər dövrün özünə görə gözləntiləri var, gücü var, potensialı var. İndi ola bilər ki, mən 20 il əvvəl məsələn bu qədər işləyə bilmirdim, bu qədər peşəkar deyildim. Amma indi daha yaxşı işləyirəm, daha yaxşı müəlliməm. 20 il sonra daha da yaxşı olacağam əgər öz üzərimdə inkişaf etdirsəm. Doğru gözləntilər qoysanız, real eləyə biləcəyiniz hədəflər qoysanız, o gözləntiləri gözləsəniz, düz mütənasib asılı olacaq xoşbəxtliyiniz. Yox olmasa tərs mütənasib asılı olacaq. Yəni real olmayan gözləntilər formalaşanda o gözləntidən nə qədər böyüdüsə, alınmayanda bir o qədər düşəcəksiniz aşağı. Gördünüz mü? İşıq sürəti ilə aşağı düşəcəksiniz, çökəcəksiniz zəlzələ. Bitdi. Hər birinizə real, rasional, düşünülmüş, şuurlu şəkildə seçilmiş gözləntilər və o nisbətdə xoşbəxtlik arzulayıram.